Salam, hörmətli abituriyentlər və riyaziyyat sevərlər. Bu videoda mən sizə belə bir maraqlı tənliyi həll etməyi təklif eləmişəm. Bu tənlik 2025-ci il olimpiadanın ikinci turuna düşən çalışmalardan götürülüb. Tənlik necədir? 4 üstü x üstü 64 bərabərdir 2 üstü x kvadrat çıxılsın deyir. 5x tənliyinin kökləri cəmini tapın. Bu çalışmanı mən sizə iki üsulla həll edəcəm. Birinci üsul. Baxırıq, görürük ki, sol tərəf 64-dən böyükdür. Deməli, sağ tərəf də böyükdür, bərabər oldu. Orada x kvadrat çıxılsın 5x, bu da böyükdür. Əsaslar eynidir, 6. Buradan da 6-nı sola keçirsəm, alındı belə bir bərabərsizlik. Bu kvadrat üzərində kökləri mənfi 1, 6-dır. Deməli, bərabərsizliyin həlli x daxildir, mənfi sonsuzluq, mənfi 1, 6 müsbət sonsuzluq eləyəcək. Tənliyin birinci kökü birinci aralıqdan, ikinci kökün ikinci aralıqdan axtaraq görək, hansı aralıqlarda yerləşir. X-ə mənfi 1 versəm, 2 üstü mənfi 1-in kvadratı, burada 4 üstü mənfi 1, üstəgəl 2 üstü 6 yazıram. Burada da mənfi 1 versəm, mənfi 2 üstü mənfi 1-in kvadratı çıxılsın 5 vurulsun mənfi 1. Buradan da elədi 1, o da 5, elədi 2 üstü 6. Deməli, sol tərəf sağ tərəfdən böyükdür. Alındı bu. İndi 2 üstü mənfi 2 yazaq. 4 üstü mənfi 2 üstü 2 üstü 6. 2 üstü mənfi 2-nin kvadratı, mənfi 5 vurulsun mənfi 2. O da elədi 4 üstü 10, 10, 2 üstü 14. Görürük ki, 2 üstü 14, 2 üstü 6 üstü 4 üstü mənfi 2-dən böyükdür. Deməli, biri böyük, biri kiçikdirsə, birinci kökümüz deməli nədir? Mənfi 2 ilə mənfi 1 aralığı. Bunu bildik. İkinci kökümüzdə göstərək ki, 7 ilə 8 aralığındadır. 7 yazsam yerinə 4 üstü 7 üstəgəl 2 üstü 6, o da elədi 2 üstü 14 üstəgəl 2 üstü 6. Sağ tərəfdə 7 yazsam, 7-nin kvadratı 5 vurulsun 7, 49-dan da 35, 2 üstü 14. Baxıram ki, sol tərəf sağ tərəfdən böyükdür. İkinci, 8 yazsam yerinə, 4 üstü 8 üstəgəl 2 üstü 6, eləcək 2 üstü 16 üstəgəl 2 üstü 6. Bu tərəfdə 8-in kvadratı çıxılsın 5 vurulsun 8. 64-dən də 40 çıxanda 2 üstü 24. Baxırsan ki, burada görürük ki, sağ tərəf sol tərəfdən böyükdür. Deməli, nədir? Belə alındığına görə, deməli, ikinci kökümüz hansı aralıqda olacaq? 7 ilə 8 aralığında. Mən bu kökləri cəmi yəqin ki, tam ədəddir. Tam ədəd olduğundan mən bir kökü götürürəm. Yəqin ki, tam ədəddir. Belə məsələlərdə adətən belə olur. A-nı götürürəm 0-1 aralığında birinci kökümüz mənfi 1 çıxılsın A yazıram. İkinci kökümüz 7 üstəgəl A yazıram. Göstərək ki, bu hər iki kök birinci köküdürsə, hər hansı bu birinci həll köküdürsə, ikinci də bu tənliyin kökü olacaq. Bu tənliyin kökü olacaq, hər ikisi. Birinci köküdürsə, ikinci də kökü olacaq. Bunu göstərək. 2 üstü birinci kökü yazıram tənlikdə yerinə. 2 üstü 2 vurulsun mənfi 1 çıxılsın A üstəgəl 2 üstü 6 bərabərdir 2 üstü mənfi 1 çıxılsın A-nın kvadratı 5 vurulsun mənfi 1 çıxılsın A. Bu ifadəni mən sadələşdirsəm, 2 üstü mənfi 2 çıxılsın 2A üstəgəl 2 üstü 6 bərabərdir 2 üstü A kvadrat. Burada 2A, o da 5A, 7A, 1 üstəgəl 5, o da elədi 6. İndi göstərək ki, bu mənfi 1 çıxılsın A köküdürsə, 7 üstəgəl A da kökü olduğunu göstərək. X-dərin yerinə bu tənlikdə 7 üstəgəl A yazıram. 2 vurulsun 7 üstəgəl A-nın kvadratı çıxılsın 5 vurulsun 7 üstəgəl A. Bunu sadələşdirsəm belə alınacaq. 2 üstü 14 üstəgəl 2A üstəgəl 2 üstü 6. O da bərabərdir, alınacaq belə. 2 üstü A kvadrat 14A çıxılsın 5A 9A 49 çıxılsın 35 üstəgəl 14 elədi. Gəl indi göstərək ki, bu ifadənin hər tərəfini mən 2 üstü mənfi 8 çıxılsın 2A-ya vursam, hələ
buna bərabər ifadə alınacaq. Gəl bunu göstərək. Vursam, bunun hər tərəfin bu ifadəyə vururam. Bərabər alınacaq belə. Bunu ikinci toplanana vursam, mənfi 2 üstü mənfi 2 çıxılsın A, 2A. Birinci toplanana vursam 2A'lar gedir, 2 üstü 6 alınır. Bərabərdir. Burada 2 üstü A kvadrat eləyir. Mənfi 2A ilə 9A 7A, mənfi 8 ilə 14 6. Deməli nə oldu? Bununla bu ifadə nə oldu? Eyni alındı. Deməli, mənfi 1 çıxılsın A köküdürsə, 7 üstə gəl A da tənliyin nəyi olacaq? Kökü olacaq. Çünki 7 üstə gəl A-da da doğru bərabərlik alındı. 1-də doğru bərabərliksə, 2-də də doğru bərabərlik alındı. Onda köklərin cəmi eləyəcək nədir? Mənfi 1 çıxılsın A üstə gəl 7 üstə gəl A, cavab elədi 6. Deməli, birinci üsulla bu tənliyi həll edib qurtardıq. İndi isə keçək ikinci üsulla bu tənliyin həllinə. İkinci üsul. Bu tənliyi mən hər tərəfin 2 üstü mənfi x-ə vururam. 2 üstü mənfi x-ə vursam, belə bir ifadə alınacaq. Mənfi x-ə vuranda 2 üstü x, 2 üstü 6 çıxılsın x, toplanır üstlər. Bunu da vuranda toplanacaq, x kvadrat çıxılsın 6x eləyəcək, x vurulsun, x çıxılsın 6 yazıram bir dəfəlik. Olar. İndi isə göstərək ki, bu tənliyin həllini olub olmadığını göstərməyəcək, amma göstərəcəm ki, əgər həlli varsa, bir kökü A-dırsa, ikinci kökü də hökmən 6 çıxılsın A eləyəcək. Bu A köküdürsə, bu şərt ödənir. Gəl indi ikinci kökdə 6 çıxılsın A yazaq. Ola bilər ki, tənliyin heç bir kökü olmasın. 6 çıxılsın A yazaq. Buradan da anılacaq ki, 2 üstü 6 çıxılsın A üstə gəl 2 üstü, bura 6 çıxılsın A yazdım. 2 üstü 6 çıxılsın 6 çıxılsın A yazıram x-lərin yerinə. 6 çıxılsın A vurulsun, 6 çıxılsın A çıxılsın 6. Bu x-lərin yerinə 6 çıxılsın A yazdıq. Buradan da alınır ki, 2 üstü burada 6 çıxılsın 6'lar getdi, 2 üstü A alındı. 6 çıxılsın A üstə 2 üstü A alındı. O da bərabərdir. Buradan bunu çıxanda mənfi A eləyir. Mənfi A-nı mən müsbət A yazıram. Burada 6 çıxılsın A-nı da A çıxılsın 6 yazıram. Deməli, nə oldu? Deməli, A köküdürsə 6 minus A-da belə bir ifadə. Eyni alındı bunlar. Nədir? Eynidir. Eyni olduğundan birinci bərabərlik A-da bu ifadə alınıbsa, A çıxılsın A-da da bu ifadə alınırsa, deməli, hər ikisi tənliyin köküdür. Tənliyin kökləri də cəmi eləyəcək. Belə. 6. Beləliklə, biz məsələni həll eləmiş olduq. Əgər məsələ və məsələnin izahını bəyəndinizsə, videonu da bəyənin, paylaşın, daha geniş auditoriyaya yayılmış olsun. Yeniliklərdən xəbərdar olmaq üçün kanala abunə olun. Kanalda test toplusunun, abituriyentlərə aid test toplusunun maraqlı sualları və bir çox illərin model testlərinin həlləri vardır. Hələlik sağ olun, hörmətli dinləyicilər.